soruşursan ki, Azərbaycanlılar necədir? Dolanışıq nətərdir? Azərbaycandakı vəziyyət səni qane eləyir, eləmirmi? Əgər vicdanlı adamdırsa və hökumətdən birbaşa asılılığı yoxdursa, obyektiv şəkildə deyir ki, hə, bu belə yaşayış olmaz. Bir çoxları isə belə deyir. Yox, doğrudan vəziyyət çətindir. Xarici siyasətimiz maşallah əladır da, əla. Xarici siyasətimiz əladır. Mən bu mövzuya cavab olaraq bir dəfə qısa video çəkmişdim. Bir daha ifadə edeyim onu. Azərbaycan hökumətinin xarici siyasətini gözəl bir şey kimi, matah bir şey kimi cəmiyyətə təqdim etməsini mən bənzətmişdim. Bir zaman bizim analarımızın, xalalarımızın, bibilərimizin xarici cehizlərinə. Mənlə yaşlı olanlar, məndən böyüklər bunu xatırlayacaq. Sovet dövründə gəlinlərin bu cehiz instrumentləri mi deyək, alətləri deyək, içərisində xaricdən, Rumıniyadan, Çexiyadan gələn o Madonna servisləri, qab-qaşıqları xüsusi yer tuturdu. Hər adama qismət olmurdu. Camaat zülm balı ilə böyük xərc hesabını onu xaricdən alıb gətirib, o vaxtda servantlar var idi, ora düzürdülər. Və o qab-qaşığın, stəkan, nəlbəki, nə bilim, sini, onların məqsədi, məramı ancaq göstərmək idi. Yəni, mən nə öz evimizdə, nə başqa evlərdə görmədim ki, Azərbaycanlılar o bahalı servisləri istifadə eləsinlər. Sadəcə qoyurdular ora, hə, baxın ki, bizim belə bir bahalı, gözəl əşyalarımız var servisimizdə. Bax, xarici siyasətimizin əgər o deyilən uğurları varsa, o eynən o servislər kimi qeyri-funksional, faydasız olaraq durub orada. Xarici siyasət nədir? Xarici siyasətin məqsədi daxildə insanların yaşayışına gözəl faydalar verməkdir. Rahatlıqlar verməkdir. İndi gəlin baxaq, əgər bu xarici siyasət belə güllük gülistansa, uğurları aşıb daşırsa və bizim həyatımıza o niyə təsir göstərə bilmir? Həftənin o başında da Azərbaycan diplomatiyası İlham Əliyev xarici siyasətdə bir uğur qazanır, bu başında da bir uğur qazanır. Yaxşı, bunun faydası bu elə dəftərə yazmaq üçündür. Efirdə demək və yaxud da dediyim misallar kimi servantdan asıb qonum-qonşuya, qohum-əqrəbiyə göstərmək üçündür. Və bu nə vaxt Azərbaycanlıların həyatına təsir göstərəcək? Siyasi həyatımıza, mədəni həyatımıza, sosial həyatımıza, səhiyyəmizə, təhsilimizə, kənd təsərrüfatımıza. Bu xarici siyasət axı abstrakt məhfum deyil, bunun faydası görülməlidir.